sən bugün çox yaxşı görürsən. Yoldaşı mələk deyəcəkdir, bu yanımdakı hazırdır. Allah əmr edib deyəcək, atın cəhənnəmə hər bir inatçıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı, atın onu şiddətli əzabın içinə. Yoldaşı şeytan deyəcəkdir, ey Rəbbimiz, onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi. Allah deyəcəkdir, mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm. O gün biz cəhənnəmə doldunmu deyəcəyik, o isə yenə varmı deyəcəkdir. Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən cənnət.